Bismillahirrahmanirrahim. İnnel hamdalillah nahmaduhu ve nestainuhu ve nestağfiruh ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille leh ve men yudlil fela hadiye leh. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Allahümme enfa'ni bima allamtani ve allimni ma yenfa'uni verzukni ilmen tenfa'uni bihim. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu kavli amma ba'd. Allah Teala Zariyat suresi 55. ayette buyurur ki: "Ve zekkir fe inne zikra tenfa'ul mu'minin." Hatırlat, həqiqətən xatırlatmaq möminə fayda verir. Bugün əzəmətli bir mövzu götürəsik və mövzunun adı harda olursan ol, Allahdan qorx. Peyğəmbər sallallahu aleyhi və səlləmin Tirmizinin sünəndə keçən hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm belə rəvayət edir. An Əbi Zərrin radiyallahu anhu qal. Qala Rasulullah sallallahu aleyhi və səlləm ittəqillah haythuma kunt. Harda olursan ol, Allahdan qorx. Və ətbi'is seyyiətəl həsənətə təmhuhə. Hər pisliyin, hər günahın ardınca onu siləcək bir yaxşı əməl gör. Və xaliqin nəsə bi xuliqin həsən. Və Allahın yaratdıqları ilə gözəl bir şəkildə davran. Fikir versəz, bu hədis qısadır və özündə 3 məsələni cəm edir. Məsələlərdən birincisi odur ki, qulun Rəbbi ilə olan müamiləsi. İkincisi, qulun öz nəfsi ilə olan müamiləsi. Və üçüncüsü də qulun Allahın yaratdıqları ilə olan müamiləsi. Bu 3 məsələ çox mühüm məsələlərdəndir. Birincisi odur ki, Allah hədisin başlanğıcında gəldiyi kimi ittəqillah haythuma kunt. Harda olursan ol, Allahdan qorx. Harda olursan ol, Allahdan qorx. İnsan bəzən elə bir məkana düşür ki, elə bir şərait yaranır ki, insan onun heç kimi görmədiyini və etdiyi bu əmələ görə heç kimin onu ayıblamadığını düşünür, ayıblamayacağını düşünür və buna görə də günaha cürətli olur. Və bu hədis həqiqətən insan bu hədisi düşünərsə, harda olursan ol, Allahdan qorx. Harda olursan ol, Allahdan qorx. İnsan bunu düşündüyü zaman və Allahın nəzarətinin öz üzərində olduğunu düşünərsə, dərk edərsə, həqiqətən insanın günahdan uzaq olması üçün bir səbəb olar. Çünki insan evladı elədir ki, insan nəfsi günaha meyillidir. İnsan nəfsi günaha meyillidir. Və ən gözəl nəfsin müalicəsi də insanın Allahdan qorxmasıdır. Buna təqva deyilir. Təqva insanın bir şeyi, xoşlamadığı bir şeylə arasında bir maneəni tutmasıdır. Xoşlamadığı bir şeylə arada maneənin tutmasıdır. Məsələn, insan günəşli havada günəşin istisini xoşlamır. Və baxırsınız ki, özü ilə günəş şüaları arasında çətiri maneə tutur. Və həmçinin yağışla özü arasında çətiri maneə tutur. Və həmçinin ayağına tikanın batmasını xoşlamır və xırda daşların batmasını, ayağının suda nəmlənməsini xoşlamır və ayaqqabı maneə tutur. Eləcə də təqva insanın Allahla, Allahın əzabı ilə özü arasında bir maneənin tutmasıdır. Əbu Hüreyra radiyallahu anhudan təqva barəsində soruşurlar. Və Əbu Hüreyra radiyallahu anhu deyir ki, siz heç tikanlı bir yolla qarşılaşdınızmı? Və deyirlər ki, bədir ki, nə etdiniz? Və deyir ki, biz ya başqa bir yolu tutduq, başqa bir yola keçdik və yaxud da ki, o yola girmədik. Üçüncüsü də əgər məcbur qaldığımız zaman oradan həmənki tikanlı yoldan ehtiyatla keçdik. Və Əbu Hüreyra radiyallahu anhu da deyir ki, təqva budur. Təqva
budur. Yəni insanın xoşlamadığı bir şeylə özü arasında bir maninin tutmasıdır. Və həmçinin təqva Allah Subhanahu və Teala'nın bizə və bizdən qabaqki ümmətlərə olduğu tövsiyəsidir. Allah-u Teala Nisa surəsi 131-ci ayədə buyurur ki: "Və laqad vassaynallazīne utul kitabe min qablikum və iyyakum an ittaqillah." Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxun deyə tövsiyə etdik, buyurduq. Həqiqətən təqva bütün xeyirləri içərisində cəm edən Allahın bir quluna verdiyi ən gözəl nemətlərdən sayılır. İkincisi, hədisdə gəlir, deməli birincisi qulun Rəbbi ilə olan müamiləsi, bu da təqvadır. Və ikincisi isə qulun öz nəfsi ilə olan müamiləsidir. Yəni hər günah işlədiyin zaman günahın ardınca onu siləcək xeyir bir əməlin işlənməsidir. Onu siləcək, o günaha kəffarə olacaq xeyir bir əməlin işlənməsidir. İnsan elə bir varlıqdır ki, günaha meyillidir və mümkün deyil ki, insan günaha düşməsin. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kulli bəni Ədəm xatta, bütün Adəm evladı, hər kəs günahkardır. Və ardınca nə gətirir? Xayrul xatta'inət təvvəbun, və günahkarların da ən xeyirlisi tövbə edəndir. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm bizə xəstəliyi bildirdi və sonra həmənki xəstəliyin müalicəsi barəsində xəbər verdi. Yəni, insanın günaha düşməsi və ondan sonra da insanın bağışlanma diləməsi və həmçinin insanın tövbə etməsi. Və insanın günahlarına kəffarə olacaq əməllərə gəldikdə isə bunlardan biri namazdır. Namaz və həm vacib namaz və həmçində sünnə namazları insanın günahlarına kəffarədir. Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərində keçir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələrinə deyir ki, sizlərdən birinin evinin qabağından çay axar və sizlərdən biri gündə 5 dəfə həmən ki çayda yunarsa onda kirdən bir əlamət qalarmı? Səhabələr deyir ki, xeyr ya Rasulullah. Peyğəmbər sallallahu aleyhi və səlləm də buyurur ki, namazın da misalı buna bənzəyir. Yəni insan gündə 5 dəfə namaz qılarsa, o insanın namazdan namaza olan günahları üçün kəffarədir. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Es-salatu ilə's-salah, vəl-cum'atu iləl-cum'a, vəl-ramadan iləl-ramadan." Namaz namaza qədər, cümə cüməyə qədər və Ramazan da Ramazana qədər olan günahlara kəffarədir. Nə qədər ki, böyük günahlar olunmayıb. Fikir versəz, hədisin sonunda gəlir ki, nə qədər ki, böyük günahlar olunmayıb. Bu hədis dəlildir ki, insanın etdiyi balaca günahlara kəffarə olaraq onun etdiyi yaxşı əməllər, ancaq böyük günaha gəldikdə isə mütləq böyük günaha tövbə lazımdır. Yetim malının yenməsidir, içkidir və həmçinin insanın zina etməsidir və həmçinin insanın bunun kimi digər həlak edici günahlar var. İnsanın bu günahlara düşməsi Allah qorusun tövbəni gərəkdirir. Balaca günahlara istiğfar və həmçinin digər ibadətlər günahlara kəffarədir. Ancaq böyük günahlara gəldikdə isə böyük günahlara mütləq tövbəyə ehtiyac var. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, tubu ilallah, Allaha tövbə edin. Fə inni ətubu ileyhi fil yevmi mi'ətə mərrah. Mən gündə 100 dəfə Allaha tövbə edirəm. Mən gündə 100 dəfə Allaha tövbə edirəm. Və həmçinin günahlara kəffarə olacaq əməllərdən biri də zikirdir. Allahı zikr etmək. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əhəbbul kələmi ilallahi ərba. Allaha sevimli olan 4 kəlmə vardır. Subhanallah, velhamdülillah, və la ilahə illallah, Allahu akbar. Və bu kəlmələr barəsində Peyğəmbər sallallahu aleyhi və səlləm başqa hədisdə rəvayət olunur ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələri ilə birlikdə səfərə çıxır və səfərdə ikən öz əsası ilə qurumuş bir budağa əsasını vurur və
budağın üzərindəki yarpaqlar tökülür. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də buyurur ki, bu 4 kəlimə insan dediği zaman Subhanallah, velhamdülillah və la ilahe illallah, Allahu akbar bu kəlmələri deyərsə, bu budağın üzərindəki yarpaqlar necə tökülürsə, insanın günahları da o şəkildə tökülər. Və həmçinin başqa zikir barəsində Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, la havlə və la quvvətə illə billah, kənzun min kunuzil cənnə. Bu kəlmə, la havlə və la quvvətə illə billah kəlməsi cənnət xəzinələrindən bir xəzinədir. Və başqa hədislərdə zikirlərin fəziləti barəsində buyurmuşdur. Kim gündə 100 dəfə Subhanallahi və bihamdihi deyərsə, onun günahları dəniz üzərində köpük qədər olsa, günahları silinər. Fikir versəz, yəni burada zikrin fəziləti və həmçinin digər əməllər də vardır ki, insan bu əməllər səbəbi ilə günahlarının silinməsinə, günahlarına kəffarə olmasına səbəb olar. Məsələn, insanın zikr etməsi, insanın sədəqə verməsi və həmçinin insanın başqası ilə gözəl bir şəkildə danışması. Peyğəmbər s.ə.v buyurur ki, əl-kəlimətü tayyibətu sədəqə. Gözəl söz sədəqədir. Ola bilsin ki, insanın sədəqə verəcək bir malı yoxdur. Ancaq gözəl üz, təbəssüm, gözəl müamilə onun üçün sədəqə ola bilər. Və həmçində gözəl əxlaq. Gözəl əxlaq insanın günahlarına kəffarə olan əməllərdəndir. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisində buyurur ki, insan gözəl əxlaqı səbəbilə gecələri namaz qılan, gündüzləri də oruç tutan insanların dərəcəsinə çatar. Fikir versəz, gözəl əxlaq. Və həmçinin bunun kimi digər məsələlər var ki, bunlar insanın günahlarına kəffarə olur. Bunlardan biri də nafilə namazlardır. Bir var vacib namazlar və bir də var ki, nafilə namazlar. Nafilə namazlara diqqət yetirilməlidir. Çünki qiyamət günü ilk öncə insanın namazına baxılacaq. Əgər namazdan yaxşı keçərsə, digər əməllərdən də yaxşı keçəcək. İlk öncə insanın vacib namazlarına baxılar. Əgər vacib namazlarda naqislik varsa, sünnə namazları ilə vacib namazlar tamamlanar. Hər bir halda insan namazdan yaxşı keçərsə, digər əməlləri də yaxşı olar onun üçün, rahat olar. Ona görə namaz mütləqdir və İslamın ikinci rüknudur. İslamın ikinci, necə ki birinci gəlir ki, Peyğəmbər s.ə.v buyurur ki, buniyəl İsləmu alə xams. İslam 5 dayaq üzərində qurulmuş. Şəhadətü ən la iləhə illallah və ənə Muhammedən Rasulullah və iqamis salə. Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, Muhammed s.ə.v Allahın qulu və Rasulü olduğuna şahidlik gətirmək və sonra namaz qılmaq. Hətta namazın tərki barəsində alimlər arasında ixtilaf vardır. Yəni, müsəlmandır yoxsa müsəlman deyil. Ya, nə deməkdir? Yəni, əgər namaz qılmayan bir insan vəfat edərsə, onu biz kəfənləyək yoxsa kəfənləməyək. Onun üçün cənazə namazı qılaq yoxsa qılmayaq. Onu müsəlmanlar qəbirstanlığına bastıraq yoxsa bastırmayaq. Hər bir halda insan düşünməlidir ki, o namazı tərk edənlər, səhlənkarlıq ucbatından namazı qılmayanlar insanlar düşünməlidir ki, ümmətin alimləri mənim barəmdə ixtilaf ediblər. Mən müsəlmanam yoxsa yox. Yəni, bu ciddi bir məsələdir. Ciddi bir məsələdir. Ona görə namazı tərk etmək olmaz. Namaz Rəbbin qulu ilə olan bir bağıdır. Namaz qulu Rəbbinə yaxınlaşdıran bir vasitədir. Namaz qulun sıxıntılarını Rəbbinə ərz etdiyi bir yerdir. Namaz insanın düşdüyü çətinlikdən, düşdüyü sıxıntıdan, düşdüyü o problemlərdən rahatlıq tapdığı bir yerdir. İnsan əgər namazda hiss etdiyi o şirinliyi bilsəydi, Allah ki, namazı heç bir şeyə dəyişməzdi. İş vaxtı olur olsun, səfərdə olur olsun, harda olur olsun, o namazın vaxtı gəldiyi zaman namaza durardı, Rəbbinin qarşısında durardı, yerin göyün sahibinin qarşısında durardı. Bəzən baxırsınız ki, insanlar hər hansı bir işdə işləyirlər və oranın iş sahibinin, müdürünün rızası olmadığına görə onu razı salmaq üçün saatlarla işləyirlər. Saatlarla işləyirlər, namaza durmurlar. Amma subhanallah, yerin göyün sahibinin qarşısında durmaqda isə ərinirlər. Başqalarının razılığını Allahın razılığından üstün tuturlar. Bu da böyük bir müsibətdir. Bundan Allaha sığınırıq. Və həmçinin zikir insanın günahlarının silinməsinə kəffarə olduğu kimi, həmçinin də insanın qəlbinin yumşalmasına səbəbdir. Həsən el-Basri rahimehullahın yanına biri gəlir və qəlbinin daşlaşması barəsində ona
şikayət edir və Həsən-ül Basri rəhməhullah ona zikr etməyi tövsiyə edir. Ələ bi zikrillahi tətmainnul qulub. Bil ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapır. Böyük günahlara gəldikdə isə böyük günahlar üçün mütləq tövbəyə ehtiyac vardır. Necə ki, hədisdə gəldi, hər bir günahın, pisliyin arxasınca onu siləcək bir yaxşılıq et. Balaca günahlar üçün namaz, zikir, sədəqə, gülər üz və bunun kimi digər məsələlər balaca günahlar üçün kəffarədir. Ancaq böyük günah üçün mütləqdir ki, tövbə olsun. Bu da qulun özü üçün olan ən böyük yaxşılığıdır ki, tövbə etsin. Və tövbə barəsində Allah Teala buyurur ki: "Qul ya ibadiyellezine asrafu ala anfusihim la taqnatu min rahmetillah." Ey özlərində Peyğəmbər sallallahu deyir ki, de: "Ya ibadiyellezine, ey özlərinə zülm etməkdə həddi aşan qullarım, Allahın rəhmətindən ümidinizi kəsməyin." Allah Teala bizə necə müamilə etdi? Demədi ki, ey içki içən, ey zinakar, ey oğrucu. Allah Teala, ya ibadi, ey qullarım. Bu da Allahın rəhmətidir ki, Allah Teala ilk öncə bizim günahlarımızı örtdü. Elə günahlar var ki, onu Allah Subhanahu Teala bilir. Ondan başqa heç kim bilmir. İlk öncə Allah Teala bizim günahlarımızı örtdü. Və sonra bizi gözəl bir şəkildə çağırdı ki, tövbə et. Ya ibadi, ey qullarım. Ondan sonra bizi həvəsləndirdi ki, Allahın rəhmətindən ümidini üzmə. Tövbə etdiyin zaman Allah Subhanahu Teala günahları bağışlayandır. Və Allah Teala başqa ayədə buyurur ki: "Ya eyyuhellezine amenu tubu ilallahi tövbeten nasuha." Ey iman gətirənlər, Allaha nasuh, səmimi bir tövbə edin. Allah Teala bizim tövbəmizlə sevinir. Allah Teala ona qayıtmağımızla sevinir. Allah Teala ona sığınmağımızı bizdən istəyir. Və Allah Teala sevdiyi, ən razı qaldığı əməllərdən biri də qulunun ona sığınması, ona qayıtması, ona tövbə etməsidir. Allahdan istəyirik ki, Allah Teala bizə səmimi bir tövbə nəsib etsin. Və hədisin 3-cü qisminə gəlirik. Və xaliqun nəsə bi xuliqin həsən, Allahın yaratdıqları ilə gözəl bir şəkildə müamilə etmək. Bu məsələni Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisində keçən qısa bir cümlə ilə izah etmək olar. Bu da hər bir şeyi özündə cəm edir. O da insanların sənə nə şəkildə gəlməsini istəyirsənsə, sən də insanlara o şəkildə gedirsən. İnsanların səninlə hansı şəkildə müamilə etməsini istəyirsənsə, sən də insanlarla o şəkildə müamilə edirsən. Məsələn, əgər sən istəyirsənsə ki, evladın sənlə hansı şəkildə müamilə etsin və sən də öz valideynlərinlə bu şəkildə müamilə edirsən. Və istəyirsənsə ki, qonşun səninlə hansı şəkildə müamilə edir və sən də qonşunla o şəkildə müamilə edirsən. Və həyat yoldaşının səninlə nə şəkildə müamilə etməsini istəyirsənsə, sən də onunla o şəkildə müamilə et. Və bu şəkildə hər tərəfli Peyğəmbər sallallahu aleyhi və səlləmin sözü hər tərəfi əhatə edir. Peyğəmbər sallallahu aleyhi və səlləmin sözləri həqiqətən mənası az, kəlmə sayı az, ancaq mənası çox böyükdür. Hər şeyi əhatə edən bir söz toplumudur. Ona görə fikir versəz, bu kəlmə insanların sənə hansı şəkildə gəlməsini istəyirsənsə, sən də insanlara o şəkildə qayıt, o şəkildə get, onlarla o şəkildə müamilə et. Və həqiqətən bu insan baxdığı zaman, düşündüyü zaman, bu zaman kiminlə necə davranmaq lazım olduğunu insan artıq özü bunu dərk edə bilir. Əgər istəyirəmsə ki, evladım mənlə gözəl bir şəkildə, mülayim bir şəkildə mənimlə rəftar etsin, məni daim saysın, mənə hörmət etsin, mənə ikram etsin. Əgər istəyirsə insan bunu, qoy valideyni ilə o şəkildə rəftar etsin. Allahdan istəyirik ki, Allah-u Teala bizə xeyirli bir ömür nəsib eyləsin və razı qaldığı şəkildə yaşamağı və razı qaldığı şəkildə bu dünyanı tərk etməyi nəsib etsin.
Allahdan istəyirik ki, Allah-u Teala bizi elm öyrənməkdə və elmi yaymaqda, ona əməl etməkdə, başqalarına çatdırmaqda ixlas nəsib etsin. Əgər etdiyimiz bu əməllərdə ixlas yoxdursa, vallahi ki, biz ziyana uğrayanlardan olarıq. İnsanlar bizi tərifləsələr belə, insanlar bizi sevsələr belə, əgər Allah-u Teala'nın bizə tərifi yoxdursa, əgər Allah Subhanahu və Teala'nın bizə sevgisi yoxdursa, vallahi ki, biz xüsran içərisində olanlardan olarıq. Ona görə ilk öncə Allahdan ixlas istəyirik. Və Peyğəmbər sallallahu aleyhi və səlləmə olan tabiçilik istəyirik. Allahdan istəyirik ki, Allah-u Teala bizi hidayət üzərində sabit etsin. Haqqı haqq kimi görüb haqqa əməl etməyi, batil də batil kimi görüb batildən çəkinməyi nəsib etsin. Və Allahdan istəyirik ki, Allah-u Teala bizim çevrəmizi, ətrafımızı xeyirli insanlarla bəzəsin. Və harada olursaq oluq, Allahdan qorxmağı nəsib etsin və gözəl əxlaqlı olanlardan etsin. Gecələrə namaz qılıb, gündüzləri də oruç tutanların mərtəbəsinə, dərəcəsinə çatmağı bizə nəsib etsin və Rəbbimizin razılığına çatacaq əməllər nəsib etsin. Allahdan istəyirik ki, Allah-u Teala bizi xeyr üzərində cəm etsin. Allahdan istəyirik ki, Allah-u Teala bizi xeyrin açarı etsin və şərin açarı olmaqdan Allaha sığınırıq. Və sonda da dua edirəm ki, Ya muqallibəl qulub, ey qəlbləri çevirən, Thəbbit qulubənə alə dinik, sən bizim qəlbimizi dinin üzərində sabit et. Əmin. Subhanəkəllahumma və bihamdik, nəşhədu ən la illə ənt, nəstəğfiruka və nətubu iləyik.